Dostlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 42 və 43-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. 4 tapşırığında deyir ki, yaxınlığını müəyyən edərək söz birləşməsi düzəlt. Orada birincisində özü düzəldib. Dəniz sahili, ikincisi ucadaq, sonra dərs oxumaq, idman yarışı, filmə baxmaq, isti hava və burada da qarşılıqlı verilib və siz də onları birləşdirəcəksiniz. B. Nöqtələrin yerini uyğun sözü artırmaqla feili birləşmə düzəlt. Başqa sözlər də yaza bilərsiniz. Bu bir örnək kimidir, nümunə. Çox işləmək, yuxarı qalxmaq, alma dərmək, asta yerimək, ucadan danışmaq, kitab almaq, qartopu oynamaq, mahnı oxumaq. C. Hər sıraya uyğun söz birləşməsi əlavə et. A. Dəniz heyvanı, yağışın səsi, bağlı qapı, zəhərli ilan, qəribə hadisə və s. B. Dənizdə üzmək, yağış yağmaq, kitab oxumaq, mahnı oxumaq. C. Şəkli məzmununa uyğun söz birləşməsi yaz. 1. İsmi birləşmələr. Yaza bilərik. Qatar yolu, faytondakı əşyalar, danışan qızlar, qaraca qız, ağır çamadan, qatar nəzarətçisi və yaza bilərik ki, Ağca xanım. Qatarın bu feili birləşmə olacaq. Yəni deyəcəkdim ki, qatarın getməsi. Bu feili birləşmə olacaq. B. Feili birləşmələr, dostların görüşməsi, qatardan düşmək, çamadanların yığılması, qatarın getməsi, arabaya minmək. Keçək səhifə 43-ə. Dəniz gözəli. Bir tapşırığında deyir ki, nənəsinin süpərsinin insanlar haqqında verdiyi məlumatları qeyd et. İnsanlar xüsusi varlıqlardır. Onlar çox ağıllı və güclüdürlər, lakin dənizin dibində yaşaya bilmirlər. Bəs sən insanların həyat tərzi haqqında süpərsinasi məlumatları verərdin. Biz yer üzərində yaşayırıq, ayaqlarımız var. Siz isə dənizin dibində yaşayırsınız, quyruğunuz var. İnsanlar nəfəs alır, hərəkət edir və qidalanır. İnsanlar sosial varlıqlardır. Sosial varlıq, yəni ünsiyyət qurmağı bacarırıq, düşünməyi bacarırıq və bizi də digər varlıqlardan ayıran xüsusiyyətlərimiz bunlardır. Nitq bacarığımız var, fikir bildirmək bacarığımız var və düşünmək bacarığımız var. Və su pərisi mətninə əsasən su pərisi haqqında məlumatlar yaz. Su pərisini burada da göstərib şəklini. Görünüşü balıq, beldən aşağı balıq quyruqlu, gözəl. Həyat tərzi, su pərisi gününü nənəsi ilə keçirir. Nənəsi ilə belə yazın siz. Mən qısa olaraq yazmışam da. Su pərisi gününün bir çox hissəsini nənəsi ilə keçirir. Nənəsi ona hekayətləri oxuyur. Yaşadığı yer dənizin dibində Mərcan sarayında. Düşüncələri. O düşünürdü ki, İnsanlar niyə dəniz səyahətinə çıxa bilirlər? Ancaq biz onların yaşadığı torpaqlara gedə bilmirik. Bugünkü tapşırığımızı da bitirdik. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz düz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.